Qubanın aşağı Atuç kəndinin ərazisi məişət tullantıları ilə çirkləndirilir. Tullantılar hara gəldi, necə gəldi, atılır. Hətta evlərin yaxınlığına belə. Sakinlər deyir ki, külək əsəndə zibil evlərə dolur. Hara gəldi getirib tollayırlar bu yolların içine, bu evlerin yakınlığına. İlk okudaki kapını açmak mümkün değil. Açmak bize yazılmıyor bize. Ki iyinden, milçe gelinden ve iyinden. Bu da klenkalar zibillikti. O da kişinin hasarı da zibillikti. Kölek yapar bunu. Onları kölek yapardı. Bu da oraya bak. Hamısı zibillikti. Kənd ərazisində qalaqlanaraq bu cür məişət tullantılarının toplandığının şahidi oluruq. Bu vəziyyət isə sakinləri narahat edir. Evlərin bir addımlığında yığılan bu məişət tullantıları ərazidə antisanitar vəziyyət yaradır. Yəni xəstəlikdir. Ondan da savayı insan öz həyatı üçün xəstəlikdir bu. Gətirir atırlar məişət tullantılarına, çürümüş şeylər, ölü leşlər, onun iyi, yəni onun mikrobu ilə insanın özünə bəs eləyir də, yəni onu eləməyə ehtiyac yoxdur. Sözügedən ərazidə yaşayan sakinlər deyir ki, əslində kəndin digər hissəsində məişət tullantıları üçün yer təyin olunub. Amma bəzi sakinlər özlərinə əziyyətə vermir. Gecə saatlarında gətirib məişət tullantılarını açıq sahələrə atırlar. Kiminsə zibilini yığışdırmaqdan, kiminsə necə deyim, evində istifadə edib gətirib atdığı şeyləri mən necə deyim, burada yaşayan bir insan olaraq deyirəm ki, yəni təmizləməkdən, yandırmaqdan bezmişik. Elə bu vəziyyəti fürsət bilən sahibsiz itlər də ərazini nəzarətsiz qoymurlar. Bir sözlə sahibsiz itlər sakinlərə qənim kəsilib. Bir adam gələndə gərək mən 100 metr qabağına gedim ki, itləri qova ki, bu adamı qarşılayayım. Ərazidəki acınacaqlı vəziyyətlə bağlı kənd bələdiyyəsinə müraciət etdik. Dəfələrlə vətəndaşlarla müraciət etməyimizə baxmayaraq, yenə də vətəndaşlar həmin tullantıları açıq sahələrə, yol kənarlarına atırlar. Məişət tullantıları üçün qutular ayrılacaq və bu cür hallara yol verilmir. Emin Vaqifoğlu, Fidan Səfər, Spayız xəbər, Quba.